Deməli, neçə müddətdir Cafe Love City'yə gedirəm, gəlirəm. Amma ən sevdiyim kofeni heç burada yoxlamamışam. Ice latte. Bugün bunun dadına baxırıq. Bütün qış boyu bu kofeni içmək üçün yayın gəlməyini gözləmişəm. Amma Cafe Love City'də dadına baxmamışam. Məncə bura qədər gəlib pisləmək ayıb olar. Pisləsəm deyəcəksiniz də ora qədər niyə içirdin? Həqiqətən çox qəşəngdir, xoşum gəldi. Mən bunu içerim. Sadəcə biraz şəkər əlavə edəcəm, çünki mən kofelərimi çox şəkərli sevirəm. Təəssüf ki, o cool insanlardan deyiləm, az şəkərli və ya şəkərsiz içən. Bu arada sizə belə deyim, Cafe Love City haqqında qısa bir məlumat da vermək istəyirəm. Bizim daimi olaraq gəldiyimiz və ən sevdiyimiz məkandır. Bilirsiniz, özünüz də Bakıda. Bir dənə buranın rəngarəngliyinə və gözəlliyinə baxın da xahiş edirəm dostlar. Onu da deyim ki, burada depozitsiz çox gözəl ad günü otaqları var. O otaqlardan da yararlana bilirsiniz. Misal üçün biri də budur, Kapadokya otağı. Karaokesi, televizoru, depozitsiz. Nə tərsən Məryəm? Çox gözəl şəkil çəkdirmək üçün baxın. Belə gözəl dekorlar var. Təkcə bununla bitmir. Bütün kafe dekordan ibarətdir. Dostlar baxın. Burada kafenin ən sevdiyim koridor. Sağ tərəf oğlanların şəkil çəkdirmə zonası, sol tərəf qızların. Hətta Barbie'nin maşını da var burada. Bura həm spa partilərinin olduğu, həm də doğum günlərinin olduğu yenə depozitsiz otaqlardan biri. Sadəcə yediyiniz, içdiyinizin sifarişini verirsiniz və gəlin sizə yeni otağı göstərim. Aha, Əsnat maraqla girdi içəri. Ya Allah. Oha, nə qəşəngdir. Valideynlər gəlib, yeyib, içib, uşaqlarınız üçün də çox gözəl oyun oynama alanı yarada bilərsiniz. Daha doğrusu yaradıblar, siz də bundan faydalana bilərsiniz. Həqiqətən gündən günə Cafe Love City gözəlləşir. Mükəmməl.